Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Kəbəyə ziyarətə gedən qadının sosial mediada paylaşdığı video tənqidlərə səbəb olub. Səyyar TV Milli Aza xəbər verir ki, videoda qadın təvaf edərkən 3 gənc gördüm. Yəqin ki, basketbolçudurlar. O qədər yaraşıqlı idilər ki, tövbə, əstağfirullah deyib. Paylaşım dini mövzuların həssaslığı nəzərə alınmaması səbəbindən sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Səyyar TV sözü gedən görüntüləri təqdim edir. Demin tam huşu içinde tavaf yapıyorum. Şöyle bir gözüm Beytullah'ta, kulağımda duam, hiç dünya kelamı konuşmadan harika bir tavaf yapıyordum. Tam tavafın 5. falan şaftında 3 tane çocuk NBA'de mi oynuyorlar, basketçiler, muhtemelen basketçiler. Bak ama nasıl yakışıklılar biliyor musun? Hazreti Yusuf yakışıklı. Bak bir anda herkes ağlayarak Beytullah bakarken kızlar hep böyle oldu. Böyle oldu bak. Tövbe estağfurullah, tövbe estağfurullah dedim. Önüme bakıyorum. Ondan sonra neyse zorla şerle bitirdim tavafı. Gittim bir kenarda. Salya sümük ağlıyorum.